Cəlilabad şəhər Heydər Əliyev prospekti 25 aylı evdə yaşayan yer-yeməkdən Mustafa olur. Nəzərinizə çatdırıram ki, çatdırmaq istəyirəm ki, bir Azərbaycan Respublikasının vətəndaşı olaraq yaşadığım Cəlilabad rayonunda ailəmizin konstitusiyon hüquqları, hüquq mühafizə orqanlarının bəzi vicdanları yatmış, səlahiyyət sahibləri tərəfindən qılmış sürətdə tapdalanır. Ən az nəzarəli hal isə odur ki, məsələ ilə əlaqədar Respublikanın aidiyyatı qurumlarının rəhbərlərinə rəsmi qaydada etdiyim 1000-ə yaxın müraciətlərimə əhəmiyyət verən yoxdur. 2012-ci il fevral ayında bu günə kimi 6 ay müddətində ailəmizə qarşı aparılan çirkin siyasət, bütövlükdə 160-a yaxın üzvü olan bir ailənin mövcud hakimiyyətə qarşı etiraz olaraq inkar etməsi həddinə gətirib çıxarmışdır. Məhz bu səbəbdən də son olaraq ümid yeri sizləri bilib, mövcud vəziyyətlə bağlı haqqın, ədalətin bərqərar olması, tapdalanmış hüquqlarımızın, namusumuzun, şərəf və layiqətimizin bərpa olunması üçün sizdən kömək diləyirəm. Belə ki, 2012-ci il fevral ayının 26-sında 18 yaşına çatmamış nəvəm Mustafayeva Zeynəb Şükür qızını rayonda mənəviyyətlə pozğun olan 4 arvad alıb qeyri-rəsmi nicahla yaşayan, bir müddətdən sonra onları atan Həsənov Famil Bəndəloğlu bir qrup şəxslə əlbir olaraq qabaqcadan düşünülmüş şəkildə nəvəm Zeynəbin iradəsinə zidd olaraq doğrulamışdır. Faktla bağlı cinayət işi Cəlilabad rayon polis şöbəsinin istintaq bölməsində başlanmış, müstəntiq Vahid Rəsulovun icrasına verilmiş rayon prokurorunun sabiq müavini Arif Sadıqovun nəzarəti ilə, onun diktəsi ilə adam oğurlarından külli miqdarda rüşvət alınaraq adam oğurluğu faktına başqa don geyindirməklə səy etmişdir. Araşdırmanın qeyri-obyektiv aparıldığını görüb, bu barədə rayon icra hakimiyyətinin başçısı cənab Əzizovu məlumatlandırdım. Öz növbəsində cənab Əzizov rayon prokuroru cənab Mobil İsmailovdan işin obyektiv araşdırılmasını tələb etdi. Cənab İsmailov məni şəxsən qəbul edib, dinləyərək toplanmış materiallarla tanış olub, cinayət işini qeyri-obyektiv aparılmasına şahid olub, cinayət işinin davam etdirilməsinə rayon polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi Əliyev Ramil Qədirovunu həvalə etdi. Əliyev Ramil öz icraatında götürdüyü 120-37-60-42 saylı cinayət işinin materiallarının nəzərdən keçirərək 14 iyul 2012-ci ilə qədər sabiq prokuror müavini Arif Sadıqovun müdafiə məqsədi ilə, onun tapşırığı ilə 6 ay müddətində süründürməsilikə elə bir qərar hazırladı ki, adam oğurluğu faktı yox oldu. Çox sayılı müraciətlərdən sonra 14 iyul 2012-ci tarixdə çıxarılmış qərarın surətini 10 avqust tarixdə müstəntiq Əliyevdən ala bildi. Nəticə etibarilə nəvəmin iradəsinə zidd olaraq zorla qaçırılması, keçirdiyi stres, qorxudan fiziki üsulların yaranması və digər hüquqi sübutlar müstəntiq tərəfindən hazırlanmış xüsusi qərarda öz əksini tapmamışdır. Müstəntiq Ramil Əliyevin qərəzli, sifarişli, bir tərəfli apardığı araşdırmadan ziddiyyətli ifadələr kifayət qədərdir. Apardığı araşdırma zamanı o elə bir lambir qurub ki, adi vətəndaşın bu dolanbazdan çıxması çox müşkül məsələdir. Müstəntiqin qeyri-obyektiv araşdırmasından narazılığımı bildirmək üçün rayon polis şöbəsinin rəisi cənab Zamalovun və rayon prokuroru cənab İsmailovun qəbulunda oldum. Onlar öz işçiləri müstəntiq Ramil Əliyevin müdafiə məqsədi ilə mənə rayon məhkəməsinin müraciət etməyimi məsləhət gördülər. Rayon məhkəməsinin sədri cənab Ələşmərovun qəbulunda olduqda isə cənab Ələşmərov vəkil tutmağımı mənə tövsiyə etdi.
Cəlilabad rayonunda baş verən qanunsuzluqlardan etdiyim şikayətlərə ali hakimiyyət orqanlarının biganə münasibətləri təkrarən sizləri narahat edib, həyəcan siqnalı bildirməyimə səbəb oldu. Bu bir həyəcan siqnalıdır ki, bu ailənin həyatda yaşamasının sonu süni surətdə süquta yuvarlanması deməkdir. Baş verən haqsızlıqların şahidi olan hər kəsə bəlli olur ki, mərz dövlətdən yararlanıb, rahat kürsülərdə əyləşib, xalqın müqəddəratını həll edən məmurlar səlahiyyət sahibləri xalqı başqa hörmətli prezidentimiz cənab İlham Əliyev olmaqla mövcud hakimiyyətdən narazı salmağa çalışırlar. Odur ki, sizdən xahiş edirəm, ailəmizdə baş verən adam oğurluğu faktının sübuta yetirilməsi üçün mənəviyyatı puç olan cinayətkar ünsürlərin ifşa olunaraq layiqli cəzalarını almalarına üçün müvafiq tədbir görülməsinə kömək edəsiniz. Cəlilabad rayon polis şöbəsində başlanmış 120-37-60-42 saylı cinayət işinin yenidən ali nəzarət qaydasında araşdırılması və cinayətkarların qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunmaları təmin etməyiniz əminəm ki, bir ailənin hakimiyyətdə yaranmış boşluğa etiraz əlaməti olaraq intihar etməsinə yol verməyəcəksiniz. Bu səbəbdən də qabaqcadan hər birinizə öz dərin minnətdarlığımı bildirirəm. İqtisadi informasiya vasitələrinin media nümayəndələrindən xahiş edirəm ki, mənim müraciətimi geniş ictimaiyyətə çatdırılsınlar ki, hər kəs öz ictimai qınağına bildirməklə ölkə başçısı əyalətdə baş verən haqsızlıqlarla məlumatlandıra bilsinlər. Bu və buna oxşar cinayət xarakterlər hadisə hər kəsin başına gələ bilər. Daha doğrusu, bəzi vicdanlı yatmış hüquq mühafizə işçisi tərəfindən gətirilə bilər. Sağ olun.